Hə. Getdik. Birinci suala baxırıq. Birdə deyir ki, 3 tam onda ulduz. Kiçikdir 3 tam onda 6. Olarsa ulduz işarəsini yerinə yazıla bilən rəqəmlər göstərir. Bunun qaydası uşaqlar. Mən tamları atıram. Tamdan sonraki rəqəmlər müsbət ədədlərdir də. Ulduz 6-dan kiçikdir. 6-dan kiçiklər nə var? Uşaqlar, burada rəqəmdən söhbət gedirsə 0 da əlavə edə bilərik. 6-dan kiçik nə var? 5, 4, 3, 2, 1, 0. Cavabımız olacaq bu şəkildə. Bu 1. İkinciyə baxırıq. Mənfi 7 tam onda ulduz böyükdür, mənfi 7 tam onda 5. Mənfi söhbətində diqqətli olun. Mənfilərdə böyücü olan hansıdır? 0-a yaxın olan. Mən buradan 7-ləri atdım. Mənfi ulduz böyükdür mənfi 5-dən. Mənfi 5-dən böyüklər. 0-a yaxın olan nə var? 4, 3, 2, 1. Təbii ki, rəqəm olaraq 0 da yaza bilərik. Cavabımız olacaq 0, 1, 2, 3, 4. A variantı. 30-cu sual uşaqlar, 3-cü sualı daha doğrusu. Buraxılışa düşə bilən sualdır, diqqətli olun. Ən sadə sualdır, düzdür. 30 kiçik və ya bərabər x kiçikdir 35. Bərabərsizliyini ödəyən neçə natural ədəd var? X kimlərin arasındadır? 30, 35. 30-un özü daxil olmaq şərti ilə. 30, 31, 32, 33, 34, 35-in özü daxil deyil ki, 1, 2, 3, 4, 5-dir. Bu belə. 4-cü sual sizindir uşaqlar, 5-ci sual sizindir, 6-cı suala baxırıq. Çox təəssüf ki, qız güldü. Oğlan gülmədi. X kiçikdir 9, x kiçikdir 9 olarsa, x-in ən böyük tam qiyməti. 9-dan kiçik ən böyük nə var? 8 var və s. 7 eynisi. 8-də uşaqlar deyir, x kiçik və ya bərabər 7. 7-dən kiçik 7-yə bərabər nə var? Ən kiçik 7-dir. 7 var. Bərabərdir yaxına görə. 9 eynisi uşaqlar 10-cu suala baxırıq. 10-cu sual. X çıxılsın 3 kiçikdir 5. Bərabərsizliyi həll edin. X kiçikdir. Mənfi 3 atdıq sağa nə oldu? Toplanında elədi neçə? 8. X kiçikdir 8 oldu. 11-ci sual. 2x çıxılsın 1 kiçikdir 5. 2x kiçikdir. Mənfi 1 atdıq sağa toplanında 6 elədi. X də kiçikdir 6-nı 2-yə bölündə neçə elədi? 3. 3-dən kiçiklər intervalla göstərsək 3 boşluqda olmalıda daxildir. Ay su. Geriyə qaydıram. Mənfi sonsuzluqdan ta neçəyə qədər? 3-ə qədər. 12-ni yaz. 12-də uşaqlar. Məsələn 12-ni bunun üzərində göstərirəm. Sən 12-ni hesabladın, gəldin, aldın bu formanı. 3-dən kiçik ən böyük nə var məsəl üçün? 2 var. O formada hesablı gələcəksən, cavabın neçəlisə onu tapacaqsan. 14-cü suala baxırıq. 7x çıxılsın 3 böyükdür 9x plus 1. Bərabərsizliyini həll edin. Neçəni yazdım? 14-ü. Gəlin 13 yazdan sonra. 13-cü sual. 6x çıxılsın 13 böyükdür 2x plus 7. Dedim də dayıcı necə yazacaqsın? 2x attım sonra çıxıldı neçə elədi? 4x. Mənfi 13 attım sağa 20. X böyükdür neçədən? 5-dən böyükən kiçik nə var? 6 var və s. Cavab oldu 6-ya bərabər. Bu belə. 14-cü suala baxaq. Dördüncü sual. 7x çıxılsın 3 böyükdür 9x plus 1. Bərabərsizliyini həll edin. Şöyle 9x atdıq sola. Çıxıldı neynədir? 7x-dan 9x çıxdı. Mənfi 2x böyükdür. Mənfi 3 atsan sağa. Birin üstünə 3 gəlirsən. Neynir? Hər tərəfi mənfi yadan da neynirdir? İşarəyə təsir edir. Kiçikdir nə olacaq? Mənfi 2. Mənfi 2-dən kiçiklər nə demək uşaqlar? Mənfi sonsuzluqdan mənfi. Ağzından kiçik sözü çıxdısa deməli mənfi sonsuzluq orada olmalıdır. İntervalla soruşursa əgər. Bu belə. 15-i yazmıram. Öz yazarsınız. 16-cı sual. 16-da deyir ki 3 vurulsun x plus 2. Üstə gəlinsin 5. Böyükdür 7 çıxılsın 5. Çıxılsın 3x. 3'ü bunların hər birisinə vuranda 3x plus 6. 7 uşaqlar mənfiyə diqqət. Mənfi 5 üstə gəlir 3x. Sonra 3x'i attım sola. 3x'dan 3x çıxanda elədi 0. 3x'dan 3x çıxdın. Böyükdür. Bu 2 elədi uşaqlar. Bu da 11. 11'i atıram sağa çıxılsın 11. 0 böyükdür nə oldu? 0 hər zaman mənfidən böyükdür. Deməli bu x-in istənilən qiymətində ödəyəcək. Mənfi sonsuzluqdan müsbət sonsuzluğa qədər. 17 sizin özünüz yazarsınız. 18-də uşaqlar diqqət edin ki birdən boş çoxluq birisi nə zaman olur? Mən bunu fırlayıram. 0 kiçikdir mənfi 9-dan. 0 mənfidən kiçik deyil ki, deməli x-in heç bir qiymətini ödəməyəcək. Əgər belə bir halına rastlaşarsınız. Bu formada, belə. Sonra 18-də 19-cu suala baxaq. Deməli,
3x böyükdür 2-də 2x plus 1. Bərabərsizliyinin ən kiçik tam həllidir. Sonra məxrəcdən azad olmasının hər tərəfi neçəyə vurmalıyıq? Məxrəcdən nə görürsənsə ona. 2-ni 3x-ə vuranda 6x, 2 ilə 2 getdi, 2x plus 1. 2x-i atdım sola, 4x, böyük 1-dən. Yəni x böyükdür 0,25-dən. 0,25-dən böyük ən kiçik tam ədəd nə var? 1 var və salam cavabımız oldu 1-ə bərabər. Bu belə. Mənim üçün bir dənə, indi videonu saxlayıram, 20-ni bir dənə mənim üçün yazın əvvəl. 3 üstə gəl, x bölünsün 5, böyükdür, x çıxılsın 3. Şərt axrayda, şalır. Ən böyük tam həllini, ən böyük tam həll. Videonu saxlayaq ki, vaxtımız getməsin. Deməli, bəli, məxrəcdən azad olmasın, hər tərəfi neçəyə vururuq? 5-ə vururuq. 5-ə. 5-i 3-ə vuranda 15. 5 ilə 5 getdi, x. 5-i x-ə vuranda 5x, 5-i 3-ə vuranda 15. Sonra 5x-i atsam sola, mənfi 4x eləməyəcək, x-dan 5x çıxanda. Böyükdür, mənfi 15 yerində, 15-i atıram sonra çıx 15. Mənfi 4x böyükdür, mənfi 30. Hər tərəfi mənfi vuranda neynir? İşarəyə təsir edir. x kiçikdir, 30-u 4-ə bölünür, 2-yə getsə 15-i 2-yə bölürsən. 7,1. 7,5-dən kiçik ən böyük tam həll nə var? 7-nin özü var, bəs bu belə. Baxın. Növbəti. Neçəni yazıram? 21 sizindir. 22-yə baxaq. Yaxşı, 21-i mən yazdım, 22-ni siz yazın. Ki, 21-də mənfi var şalar. Mənfiyə diqqət eləməlisiniz də. 21-də, bəli, 21-də məxrəcdə nə görürsünüz? 4 ilə 3 görürsünüz. Deməli, 12-yə vurmaq lazımdır. X bölü 4 çıxılsın, 1 çıxılsın, x bölünsün 3, böyükdür 2. Hər bir həddi 12-yə vururum. 12 ilə 4 getdi, 3. 3-ü x-ə vurdum. 3x. 12 ilə 3 getdi, 4. 4-ü vurmuram hələ ki, qorxuram mənfidən. Ona görə. Böyükdür 2-ni 12-yə vuranda neyini? 24. 3x, mənfi 4-ü 1-ə vuranda mənfi 4. Mənfi 4-ü mənfi x-ə vuranda müsbət 4x. Böyükdür 24-ə. 3x 4x nə qədər? 7x. Mənfi 4-ü attım sağa. Müsbət 4 toplanıldı. 28. X də böyükdür neçədən? Nə soruşur məndən 21-də? Həll edin. X böyükdür 4-dən şola. C variantı. 23 sizin, 24 sizin, 25 sizin, 26 sizin, 26-ya baxaq daha doğrusu. X bərabərdir. K çıxılsın 1 bölünsün 2. Y bərabərdir. K çıxılsın 3 bölünsün 2. Və x böyükdür, y şərtini ödəyən K-nın ən kiçik tam qiymətini tapan. X böyükdür, y nə deməkdir? X-in qiyməti böyükdür y-in qiymətindən. X-in qiyməti nədir? K çıxılsın 1 bölünsün 2. Böyükdür y-in qiyməti. K çıxılsın 3 bölünsün 2. Hər tərəfi 2-yə vursam 2-lər getdi. Qaldı K çıxılsın. Mənim aşağıda 3 yazmadım, məxrəcə. Hə, biri 3-dür deyir amma. Ha, bu niyə belə düz gəlmədi? 3. Deməli, hər birisini neçəyə vurmalıyıq? 6-ya vurmalıyıq. 2 ilə 3-ün ək olun. 6 ilə 2 getdi, nə qaldı? 3. 3-ü bunların hər birisinə vuranda 3 vurulsun, K çıxılsın 1. Böyükdür. 6 ilə 3 getdi, 2. 2-ni bunların hər birisinə vuranda 2 vurulsun, K çıxılsın 3. 3-ü bunların hər birisinə vuranda 3K çıxılsın 3. Böyükdür. 2-ni vuranda 2K çıxılsın 6. 2K-nı attım sola, çıxıldı. 1K. Mənfi 3 attım sağa, mənfi 6-nın üstünə 3 gəldim. K-da böyükdür, mənfi 3. Mənfi 3-dən böyük, ən kiçik nə var? Mənfi 2 var. Bizdən də ən kiçik tam həlli, ən böyük tam həllini soruşur. Ən kiçiki daha doğrusu. Ya da mənfi 3-dən böyük olsun, ən kiçik olsun. Bir dəqiqə. Ha? Yox, niyə mənfiyə vurur? Bir dəqiqə nə səhv edəcək? K çıx 1 bölünsün 2, K çıxılsın 3 bölünsün 3. 6-ya vurur. 3K çıxılsın 3. 2K çıxılsın 6. Altda sonra K, hə, mənfi 3. Mənfi 3-dən bir mənfi 2 var da şaba. Mənə niyə çıxırsınız? 27 eynisidir. Fikir verin 27-yə. Deyir, A-nın hansı qiymətində? A-nın hansı qiymətində? Tələsməyin. 2A çıxılsın 3. 2A çıxılsın 3 bölünsün 5 ifadəsinin qiyməti. 3A çıxılsın 1 bölünsün 4 kəsinin qiyməti nədir? Böyükdür, biz də böyükdür qoyduq. Bundan qabaqçı misal oxşadı. Sadəcə şöyle tutaq ki, deyək ki, aldınız x böyükdür 1-də. İnterval kimi nətər yazacaqsınız? 1-dən müsbət sonsuz. Məsəl üçün, bilmirik cavabı nədir, hesablayıb alacaqsınız cavabınızı. Gəldik 2 qat bərabərsizliyə. Buraxılış tipli sual, şöyle diqqətli olun. 28-ci sual.
Mənfi 7 kiçikdir 2x plus 3 kiçikdir 15. Bərabərsin nədir? İtirə gedirik uşaqlar. Üstə gəlib ki, ləğv vermək üçün nə edirik ki? Mənfi 3, mənfi 3, mənfi. Mənfi 7-dən 3 çıxanda mənfi 10 kiçikdir. Mənfi 3 ilə 3 7. 2x 15-dən 3 çıxanda 12. Və hər tərəfə nə edirik? 2-yə bölür. Mənfi 10 ilə 2 getdi, mənfi 5. 2 ilə 2 getdi, b. x 12 ilə 2 getdi, 6. 28-də bizdən elə interval kimi soruşur. X mənfi 5 ilə 5-in 6-nın arasındadır. Və sıram, cavab olacaq mənfi 5-in 6. Videonu saxlayıram, mənə yazın 31-ci sualı. Demək, qulaq asın. 31-ci sual. 7 kiçikdir 2x plus 3 kiçikdir 13. İkiqat bərabərsizliyin həlli olan tam ədədlərin cəmini tap. Yaxşı, sənə bir dənə təkcə nə lazımdır burada? X. Demək, qalanları ləğv eləyəcəksən də. Üstə gəl 3-ü götürmək üçün hər tərəfə mənfi 3 əlavə edirik. 7-dən 3 çıxanda 4. Mənfi 3 ilə 3 getdi, qaldı 2x. Kiçikdir 13-dən 3 çıxanda 10. Və 2-nin də itməsi üçün hər tərəfi nə eləməlisən? 2-yə bölməlisən. 4 ilə 2 getdi 2. 2 ilə 2 getdi x. 10-u 2-yə böləndə 5. X kimlərin arasındadır? 2 ilə 5-in. Heç birisi daxil deyil ki. Bu arada 3 var, 4 var. Bunların da bizdən cəmini soruşur. 7-yə bərabər olacaq. Bu belə. Sistem deyəndə nə başa düşürdük? Toplama. Kəsləşmə əlində toplama. Növbəti 32-ci sualda deyir ki, bərabərsizliklər sistemini həll edin. Səssiz. 32-ci sual. Deməli, 2x çıxılsın 8, kiçikdir 0. 6 çıxılsın 3x, kiçikdir 0. Burada biraz diqqətli olmuşaq, mənfi müsbət problemi yaşaya bilərsiniz. Deməli, 2x yerində mənfi 8-i atdım sağa nə oldu? Müsbət 8. Mənfi 3x yerində 6-nı atsam sağa mənfi 6. Aman da diqqətli olun oradan. Bəli. X kiçikdir. Buradan 8-i 2-yə böldüm, 4 elədi. Bunda işimiz yoxdur. Hər tərəfi mənfiyə böləndə x böyükdür, 6-nı 3-ə böləndə 2 elədir. İnterval çəkirəm. Biri 2-dir, biri 4-dür. Heç birisi daxil deyil. Biri 2-dən böyüklərdir. Biri isə 4-dən kiçiklərdir. Qoşa gedənlər hansıdır? Kəsişmədir. Heç birisi daxil olmamaq şərti ilə 2 ilə. Bunu bu formada da verə bilər. Və ya x böyükdür, 2-dən kiçikdir, 4 formasında da verə bilər. Diqqətli olun. Verəcək də, rast gələcək də belə bir şey. Aydın oldu? Orada bir dənə diqqətli olun. Sonra 33, 34 sizindir, 35 sizindir, 36 sizindir, 37-yə baxaq. 37-ci suala baxaq. Birini yazıb uşaqlar, 15-in gətirməyin üstümə. Ki, mən bunu başa düşmədim. Oxşardı deyə mən onları at-ata getdim. Demirəm, gedib nəsə yalana səhv düz yaz gətir bura. Ən azından sonrasında cəhd elədə yazmalı. 37-ci sual. 2 kiçikdir. 3-də x çıxılsın 1. Kiçikdir 5. Mənfi 1 kiçikdir. 2x çıxılsın 5. Kiçikdir nədən? 11. Bərabərsizliklər sistemini həll edin. Demək olar, birincidə yox. Ləğv eləmək üçün hər tərəfi neçəyə vuracam? Məxrəcdə 3 görürəm. Mənfi 5-i itirmək üçün hər tərəfin üstünə nə gələcəm? 5. Bax, 2 üçün 6. Kiçikdir. 3 ilə 3 getdi, nə qaldı? x çıx 1. 5 üçün 11. Mənfi 1-in üstünə 5 gələndə neçə edir? 5-lər getdi, nə qaldı? 2x. 11-in üstünə 5 gələndə 16. Üstünə 1 gələm, üstünə 1 gələm, üstünə 1 gələm. Bunu nə edirəm uşaqlar? Hər tərəfin 2-yə bölürəm. Elə deyil? Getdi bunlar. 6 üstə 1 7, 15 üstə 1 16. Burada da 2-lər getdi, 4 ilə 2 getdi, 2, kiçikdir, x, kiçikdir neçədən? 8. Bizim 2 dənə bərabərsizliyimiz var. Sistem deyəndə də kəşfə nəzərdə tutulurdu. İntervalı çəkdim. Birinci aralığım hardan haradır? Gəlin birincisi nə var şalar? Gördüyümüz 4 dəyişən ədəd var. Onları kiçikdən böyücək ədəd oxunda düzən. Nədir? 2, 7, 8 və 16. Və baxıram birinci aralığı. Hardan hara qədərdir? Hə, şala, bunların heç birisi daxil deyil ki. Boşluqdadır da, çünki bərabər yoxdur burada. 7 ilə 16-ya qədər iştirixləyirəm. O birisi nədir? 2-dən 8-ə qədər iştirixləyirəm. Qoşa balıq beli hardan hara qədərdir? Və üstü olan cavabımız oldu nə? 7 ilə 8. Ola bilər cavabı bu formada verməz. Deyər ki, x böyükdür 7-dən, kiçikdir nədən? 8-dən. İndi hansı formada veribsə uşaqlar? Hansı formada verib görəyələr? A variantına baxın elə. O form. Bax, bizim belə almışdı. Eyni şeydir ya, fərqi yoxdur. Sən də cavabda hansı formada verirsə, ona uyğun hərəkət edirsən də.
Hə, heyət deyəndə nə başa düşürük? Birləşmə nəzərdə. O dünəndən söhbəti yaddan çıxmasın aşağıda. 39-cu suala baxırıq. 39-cu sual. 3x plus 10 böyükdür 25. 15 çıxılsın 2x kiçik və ya bərabərdir 11. Bərabərsizliklər heyətini həll edir. Buradan 3x böyükdür. Onu atdıq sağa. Çıxıldı neçələdir? 11. Mənfi 2x kiçik və ya bərabər 15 atdıq sağa. Mənfidir. Eyni güclüdür. X böyükdür neçədən? 5-dən. Hər tərəfi mənfiyə böləndə x böyük və ya bərabər mənfi 4-ü 2-yə böləndə mənfi 4 mənfi 2-yə. 2. İndi uşaqlar 5-dən böyük olanlar dünəndən bəri 2-dən böyük deyil. Deməli bizim cavabımız nə olacaq? 5-dən müsbət sonsuzluq uşaqlar. 5-dən ta hara qədər? Müsbət sonsuzluq. Yaxşı, biz desək ki, bax bu şərti qoyuram yerinə. X 2-dən böyükdür. Mənə 2-dən böyük bir ədəd deyil. Yaxşı, 3-ü ver bura görüm mənə. 3 5-dən böyük deyil ki, deməli bu ödəmən. Amma sənə desəm ki, x 5-dən böyükdür, mənə bir də 5-dən böyük ədəd deyil. 6-nı ver bura görüm mənə. 6 böyükdür, heç nə ödəyir. Deməli bu ödəməyəcəksə bunu götürək də böyük götürürük. X böyükdür 5, yəni 5-dən müsbət sonsuzluq. 41-ci sualı özünüz yazmağa çalışın, mən daha çox danışırdım. 40-cıya bağışlayın, 40-cı sualı. Heyətini həll edin deyir. Bir də siz deyim sizə uşaqlar, bax, Güldə fikir verin. Hər ikisi sola baxırdı və ya hər ikisi sağa baxsa dünəndən söhbət edirsən. Biri sola, biri sağa baxsa, təbii ki, interval çəkəcəksən. Birləşmə nə idi? Harda başlayıb, harda dayanır. Qoşa balıq beli yox, harda başlayıb, harda dayanır. Balaq gör, gedişatdan olacaq da. Hələ ki, kömək eləməyək, görək. Bir yon saxlaq qalır. Deməli, uşaqlar, fikir verin. 2-ni bunların hər birisinə vuranda edir 4x plus 6 böyük və bərabər x plus 9. Atırıq sola. Mənfi 2x. 15-i atsaqsa 9-dan 15 çıxanda mənfi 6. Eyni güclüdür. X-i atdıq sola. 3x böyük və bərabər 6-nı atdıq sağa neçələdir? 3. Hər tərəfi mənfiyə vuranda x kiçikdir neçə olur? 3. Yenə də x böyük və bərabər 3-3-ə böləndə 1. X kiçikdir neçə olur? 3. Biri böyük, biri kiçik olur uşaqlar. Siz hər ikisini eyni istiqamətə baxdırırsınız. Deməli, biri 1, biri 3-dür. Biri qaralayacam ha. 3-ü boşlayacam. 1-dən böyüklər. Bir də 3-dən kiçiklər. Axı bunun cavabı mənim sonsuzluqdan müsbət sonsuzluğa çıxardır. Yox, mənim sonsuzluqdan müsbət sonsuzluq. Harada başlayıb, harada dayanır? Hayır, birləşməni götürmür. Mənim sonsuzluqdan müsbət sonsuzluqda şalabın cavabı. Mənim sonsuzluqdan ta müsbət sonsuzluq. Çünki biz birləşmə haqqında nə demişdik? Harada başlayıb, harada dayanır. Mənim sonsuzluqda başladı, müsbət sonsuzluqda dayanır. Bax, belə deyək, çalaq. Bu gəldi bura qədər. Topu verildiğinde bu başladı qaçmağa. Belə başa çək də. Kəsişmə desəydi əgər. Birinin özü daxil olmaq şərtilə. Yəni C variantı olardı. Amma cavab Y variantı mənim sonsuzluq, müsbət sonsuzluq. Gəldik 41-ci suala. Biraz havamı dəyişmişsə. Deməli, 41-ci suala baxırıq. X kvadrat üstə gəlir 2x çıxılsın 3 kiçikdir 0. Bərabərsizliyinin həllini tapın deyir. Demək uşaqlar, biz bunun diskriminantını tapsaq, x1 bərabərdir. x1 bərabərdir. Mənfi 3. x2 bərabərdir 1 olacaq. Qaydamız var idi yaxı. Diskriminantı sıfırdan, a-sı sıfırdan böyük, diskriminantı sıfırdan böyük olarsa, ax kvadratı plus bx plus c. Niyə boş çoxluqdur? Böyükdür sıfır olarsa, bunun həlli x1 və x2 aralığına düşəcək.
güvəndə sarı yerdə qaydamız var idi. İndi bunun kökləri olacaq nə? -3 ilə 1. Əgər düsturu bilmirsənsə, məcbursan interval çəkəcəksən. İnterval da çəkmək üçün uşaqlar bunun vuruqlarının əksini fərz edib vuruqlara yazsaq, x çıxılsın 1. -3-dür, -1 yaz, -1-dir, -1 yaz. Kiçikdir nədən? 0-dır. İnterval çəkib köklərimi qeyd edirəm kiçikdən böyücə doğru. Heç birisi daxil deyil ki. Və sadə bərabərsizlik olduğuna görə biz müsbət, müsbəti qaydada demişdik. Niyə görə müsbət, müsbətdir? Sənə hansı aralıq lazımdır? 0-dan kiçik mənfi aralıq. Mənfi aralıqda hardan haradır? -3-dən 1-ə gedir. Amma qaydanı bilsən nə gözəl və bu qədər əziyyətə ehtiyac olmayacaq ki. Vəssalam. Bu belə. İkincisi, tam həllərin cəmini tap. 42-ni yazmayacağım, izah verirəm 41-in üstündə. Sən tutaq ki, hesabladın, aldın bu formalı bir şey. Bunun tam həlləri nədir uşaqlar? -2, -1, 0. Bunların cəmini soruşur. Məsəl üçün də başa düşdünüz. Bu formada həll edib tapacaqsınız özü. Növbəti 43-cü sualda eynisidir, 44-cü suala baxaq. 44-ün bir dənə diskriminantını tapın görüm elə. Yəni hər nədirsə mənfidir, elədir. X kvadrat plus x plus 2 böyükdür 0-dan. Bizim qaydamız var idi. Baş həddin əmsalı 0-dan böyük. Diskriminantı 0-dan kiçik olan kvadrat tənlikdə. Ax kvadrat plus bx plus c böyükdürsə 0-dan. Uşaqlar, diskriminantı 0-dan böyük olan, kiçik olan kvadrat tənlik hər zaman nə idi? Müsbət. İstənilən müsbət də 0-dan böyükdür. Deməli, bunun həlli mənfi sonsuzluqdan. Yəni, x-in istənilən qiymətində. Bu onsuz da 0-dan böyük olacaq. Yəni, müsbət olacaq. Nə verirsən, verir. Bu belə. Sonra, 45-ci suala baxırıq. X kvadrat çıxılsın 4 böyük və ya bərabərdir 0. Bərabərsizliyini həll edin. Uşaqlar, bunu bir fərq biləcəm kimi yazsaq. X çıxılsın 2, x üstə gəl 2. Böyük və ya bərabər 0-dan. Kökləri nədir bunun əksini fərz eləsək? Mənfi 2. Birinci mənfi 2-ni yazmaq lazımdır. Mənfi 2, 2. Daxil edəcəm yoxsa yox? Niyə ki? Böyük və ya bərabərdir. Neyəcəyik? Qaralayacaq bunu. Sadə bərabərsizlik olduğuna görə nə yazmışlar? Sənə hansı aralıq lazımdır? 0-dan böyük, yəni müsbət aralıq. Hardan hara, hardan hara müsbət? Mənim sonsuzluqdan mənfi 2-yə qədər qapalı. Bir də qapalı 2-dən ta hara qədər? Müsbət aralığı götürük də uşaqlar. Vəssalam. Bu belə. Növbəti 46-cı suala baxırıq. X kvadrat üstə gəl 6x üstə gəl 9 böyük və ya bərabərdir 0. Bərabərsizliyini həll edin. Qaydamız var. A-sı 0-dan böyük, diskriminantı 0-a var. Sonra bunu bir də diskriminantı hesablayın. 36 çıx 36. 0 eləyir. A-sı 0-dan böyük, diskriminantı 0-a bərabər olarsa və ax kvadrat plus bx plus c böyük və ya bərabər 0 olarsa. Uşaqlar, bu x plus 3-ün mötərizə kvadratı deyil. Bu hər zaman necədədir? X-in mənfi 3 qiymətində 0-a bərabər ola bilir. Deməli, bu x-in istənilən qiymətində ya 0-a bərabər olacaq, ya da 0-dan böyük olacaq. X-in istənilən qiyməti də nə deməkdir? Mənfi sonsuzluqdan müsbət sonsuzluqdur. Bu da bizim qaydamız var. 47-ci suala baxırıq. 47. 4x kvadrat çıxılsın 12x plus 9 kiçikdir 0-dan. Yox. Bu müxtəsər masası deyəndə başa baxın, axıra baxın. 2x, yox. 2x çıxılsın üçün mötərizə kvadrat deyil. Elədir. Bu kvadratikdir. Hər zaman nədir? Yəni x-a nə verirsən ver. Hesablasan sən bunu nə alacaqsan? Kvadrat olana müsbət ol. Heç bir müsbət də 0-dan kiçik deyil ki. Uzaq başı. Sən buna 2-də 3 verib 0 alacaqsan, 0-da 0-dan kiçik deyil. Deməli, x-in heç bir qiymətini ödəmir. Cavab, boş ol. Əgər belə bir şey olsaydı, x-in bir dənə qiymətini ödəyəcəkdi. 2-də 3 qiymətində. Çünki niyə? X-in bir dənə 2-də 3 qiymətində bu sıfıra çevrilir. Başqa heç bir qiymətində olmaz. Yaxşı, şimdi bu sadəcə kiçikdir deyə, bu hər zaman müsbətdir. Heç bir müsbət də 0-dan kiçik deyil deyə. Bunun həlli nə olacaq? Boş çıxıqlar bərabər olacaq. Növbəti. Sən sual yazılır. 48 day sizindir, 49 sizindir, 50-yə baxırıq. Mənfi x kvadrat plus 2x çıxılsın 4 kiçikdir 0-a. Düz A-sı 0-dan kiçik şərtimiz ola bilər. Amma mənə ehtiyac yoxdur. Bunun hər tərəfini bir də mənfiyə vurun uşaqlar. Nə olacaq? 2x, hər tərəfin mənfilərində şərət təsir edəcək və sıra. Bunun da diskriminantını tapın elə. Mənfi 12, 0-dan kiçikdir və yaxud dedikdə uşaqlar A-sı 0-dan böyük, diskriminantı 0-dan kiçik olarsa ax kvadrat plus bx plus c böyük 0 olarsa bunun həlli nə olacaq?
Çünki bu hər zaman necədədir? İstənilən müsbət də sıfırdan böyükdür. Deməli, x-in istənilən qiymətini bu onsuz da sıfırdan böyük olacaq. İstənilən sözün sinonimi nə idi? Mənfi sonsuzluqdan müsbət sonsuzluğa idi. Bu belə. Növbəti, 51-ci sual. Sonra 51-ci suala baxın, bir dənə 45-ə baxın elə. Eyni sualdır. Məsəl üçün biz 51-də x çıxış, x sayımız alacağıq. Amma heç birisi daxil deyil deyə nə alacağıq? Mənfi 3, 3. Deyir, bu bərabərlik ödən istər tam ədəd var. Ta mənfi 2-dən sayacaqsan neçəyə qədər? 2 ilə 2-ni toplayanda 4, ortada bir də 0 varsa, onu da sayarsan 5 dənə cavabımız olacaq. 52-ci suala baxın. Bərabərsizliyi həll edin. Hər birisindən x-i çıxarda bilərik uşaqlar. x çıxdır, kiçikdir 0-dan. Hasil 0-a bərabərsizliyi nedir? Qurban hərfinin ayrıqda 0. Bunun bir kökü uşaqlar. x1 bərabərdir 0-dır. Bunun da əksini fərzində x2 bərabərdir 1. İnterval çəkirəm. Birinci 0, sonra 1, heç birisi daxil deyil. Bu sadə bərabərsizlikdə quramayı müsbət, mənfi, müsbət yaza bilərik. Sənə hansı aralıq lazımdır? 0-dan kiçik mənfi aralıq. Bu da hansı aralıq olacaq? 0. Yəni çıxma mənfi olan aralıq hardan hara qədərdir? 0-dan 1-ə qədərdir. Bəs o. Növbətiyə bax. Uşaqlar, 52 hazır pişirib veriblər sizə. Onun da əksin fəzilib köklərin mədinə. 2-3. İntervalsa 2-3-ü qeyd edirəm. Müsbət, mənfi, müsbət yaz. Sənə hansı aralıq lazımdır? Mənfi aralıq. Mənfi aralıq təbii ki, ortaya düşür 2 ilə 3-ün arasında. Elədir. 2 ilə 3 haradadır cavabda bizdə? Y var yəni. Göz sorun. Sadəcə sənə onu 2 qat bərabərsizlik şəklində veribdir. 55. Demişdik, kvadratın sərhəddi nə olur uşaqlar? Eyni işarə. Eyni işarə. Müsbətdən söhbət getmir. Hər ikisi mənfi də ola bilər. Böyükdür nədən? 0-dan. Köklərini yazıram uşaqlar. 4, bir dənə 7. Heç birisi daxildir. Da sən buna müsbət, mənfi, müsbət deyilməzsin. Çünki kvadrat 4-ün deyil. Deməli, bu 4-ün sərhəddi var ha. Eyni işarə olacaq. Getdik. Bu hər zaman necədədir? Buna da baxmaya ehtiyac yox. Onsuz da buna nə versin, onsuz da müsbət olacaq. 7-dən sağa bir dənədədir. 8. 8-dən 7 çıxanda müsbət edir. 7 ilə 4-ün arasında edətdir. 3. 5. 5-dən 7 çıxanda mənfi. 4-dən sola ədəd demə. 3. 3-dən 7 çıxanda mənfi. Gördünüz kvadratın sərhəddi eyni işarə oldu. Sənə hansı aralıq lazımdır? 0-dan böyük müsbət aralıq. Hardan hara müsbət? Rəs olum 7-dən müsbət sonsuzluq qalacaq. Sonra şu an 56 sizindir, 57-yə baxaq. X kvadrat plus 16 kiçik və ya bərabərdir 0. Bərabərsini həll edir. Bunun cavabı boş çoxluqdur, niyə görə? Cavab, bu hər zaman kvadrat ədəddir. Sən buna ürəyin istəyən qiymət verir. Bu sıfıra çevrilə bilərmi sizcə? Bunu sıfıra çevirmək üçün bu mənfi 16 olmalıdır. Mənfi 16-ın üstünə 16 yanında 0 eləsin. Bu mənfi ola bilməz axı. Bu hər zaman necədədir uşaqlar? İstənilən müsbətin üstündə müsbət bir ədəd gələndə yenə müsbət eləyəcək. Sıfıra bərabər olmayacaq ki. Nədə sıfırdan kiçik olmayacaq? Deməli, x-in heç bir qiymətində boy ödəmir. Heç bir qiymətində. Belə. 58-də son dərəcə diqqətli olması nə idi uşaqlar? 58-ci sual. 1 çıxılsın x, 9 çıxılsın x kvadrat. Kiçikdir nədən? 0. Bərabərsinin həll olan natural ədəd göstərin. Yaxşı, çıxmanın yerini dəyişəndə nə inirdik? Qarşısına mənfi atır. Yaxşı, nəhət, mən bunun yerini dəyişdim, qarşısına mənfi atdım. Bunun da yerini dəyişdim, qarşısına mənfi atdım. Elə öz aralarında mənfiyə dəydi nə oldu? Daha bərabərsinin işarəsini dəyişməyə ehtiyac yoxdur. Çünki öz aralarında məsələni həll edədilər. Onda bu oldu x çıxılsın 1, bu oldu x kvadrat çıxılsın 9. Kiçikdir 0-dan. Bu da x çıxılsın 1. Bunu da bir fərq bir cəm kimi yazsaq. X üstə gəlir. Kiçikdir nədən? 0-dan. Kökləri kiçikdən böyücə düzək. Mənfi 3, 1, 3. Heç birisi daxil deyil uşaqlar. Hə, müsbət, mənfi deyə bilərsiniz. Amma hər ehtimala yoxlamaq da lazımdır. 3-dən sağa 4 verər. 4-dən 1 müsbət, 4-dən 3 müsbət, 4-dən 3 müsbət. 3-dən müsbət ilə müsbətə bərabərdir. 3-dən 1 arasında 2. 2-dən 1 müsbət, 2-dən 3 mənfi. Mənfini müsbətə, mənfi. Da bu müsbətdə deməkdir. Müsbət, mənfi, müsbət. Sənə hansı aralıq lazımdır? 0-dan kiçik. Hardan hara, hardan hara? Mənfi sonsuzluqdan mənfi 3-ə qədər. 1-dən 3-ə qədər. Uşaqlar, mənfi sonsuzluqdan mənfi 3-ə qədər natural ədəd axtarmağa dəyməz ki, mənfi natural yox, elə deyil. 1 ilə 3-ün arasında natural ədəd nə var? 2. Və salam qutarıcıdır bu belə. 59-cu suala baxaq.
bir şey deyim sizə uşaqlar. Böyük və ya bərabər olsun, kiçik və ya bərabər olsun, dəxli yoxdur. Məxrəcdəki dəyişən gördün ha. Sən onu hər zaman sıfırdan fərqli götürməlisən, yəni qaralamamalısın. Niyə? Məxrəc sıfır ola bilməz, ona görə uşaqlar. Bax, diqqətli olmalıdır. Yazıq ki, x plus 5 bölünsün 3 çıxılsın x. Böyük və ya bərabər nədən? Sıfırdan. Mən 3 çıx x-dan xoşum gəlir, baxın, mən 3 çıx x-i 2 çıx eləmək istəyirəm. Neyinirəm? Qarşısına mənfi atam. Yaxşı, qarşısına mənfi atanda, hər tərəfi mənfi atanda buna təsir eləyəcək, kiçik və ya bərabər nə olacaq? Sıfırdan. Köklərini deyin mənə. Mənfi 500. Mənfi 5. Hansını qaralayacam? 3. Niyə ki? Sən 3-ü qaralasan bilsən nə demiş olursan? Yəni x-in 3 qiyməti də ödəyir. Yaxşı, x-in yerinə 3 qoy görüm elə burada. Məxrəc sıfır olan məşi. Deməli, burada nə olduğunun heç bir önəmi yoxdur. Sən məxrəci hər zaman boş götürməsin. Hər zaman ha. Burada nə olursa olsun dəxli yoxdur. Çünki məxrəc sıfır ola bilməz. Aydın oldu? Bəs sadə olduğuna görə müsbət, mənfi, müsbət. Sənə də hansı aralıq lazımdır? Kiçik aralıq. Hə. Mənfi 5-cü qapalıdır. Hara qədər? Məxrəc hər zaman açıq intervalda yazılmalıdır. Hər zaman. Çünki məxrəc sıfıra bərabər ola bilməz. Nə soruşur məndən 59-da? Neçə natural həlli var? 1, 2-dir. Aya, natural həldən söhbət gedir. Məmmədov Səyyar. Adım düşdü. Dillər əzbər oldu. Natural həlli. Normal qulaq asına nə deyir? Natural həlli var. 1, 2-dir. Vəssalam. Tam həlli desə sayarsan. Mənfi 5-dən 2-yə qədər sayacaqsan. Natural həlli desə təbii ki, birdən başlamalısın da saymaq. Növbəti. 60-cı sual. Kvadratın sərhəddi dedim, eyni işarə olmalıdır. Böl x kvadrat. Böyük və ya bölü. Yenə deyirəm, aşağılar, bu sizi çaşdırmasın. Gözüm aydın yazıb bunu. Sən bunu hər zaman nə götürməlisən? Boş götürməlisən. Köklərini deyim mənə. 0, 2. Çünki bu 0 deyil mi? Sıfıra bərabərində 0 olur da. Mən 0-ı hər zaman boş götürməliyəm, mütləq şəkildə. Hə. Sürətdə nə varsa qaralacaq. Əgər bunu veribsə sənə. Müsbət, mənfi, müsbət deyə bilməsən. Niyə? Kvadrat var. 2-dən sağa mənədət deyin. 3. Bu hər zaman necələşdir? Müsbət. Baxmaya dəyməz. 3 verdim 2-dən sağa. 3-dən 2 çıxanda nə edir? Müsbət. 2 ilə 0-ın arasında nə edir? 1. 1-dən 2 çıxanda? 0-dan sola mənfi ədəd deyil. Mənfi 1-dən 2 çıxanda? Mənfi. Görürsünüz, kvadratın sərhəddə eyni işarə olur. Beyninizdə tutmayın, sərhədləri ilə müsbət olmalı. Görürsünüz, mənfi də ola bilir. Sənə hansı aralıq lazımdır? 2-dən müsbət. Qapalı intervalda 2-dən ta hara qədər? Müsbət, sonsuzlar qədər. Nə verir bizə şərt? Ən kiçik tamıdır. 2-nin öz daxildir. Deməli, ən kiçik ilə nə bərabər? Daxil olmasaydı 3 olacaq. Ay bax, daxil olur. 2-dən müsbət sonsuzlar. Valla siz baxırsınız, fikriniz başqa yerdə onda. 61-i mənim üçün yazın görməyə yoldaşlar. Tam həllərinizə. Səyyah, tam həll deyir. Psixoloji yoxdur, narahat olma. Mənfi də yetirə bilərsən, sıfır. Sənin bu şifahi yazmağı məni çürütdü ömrümün günümü. Ay baba, misalı yaz, köçüd cəmaat kimi, gör nədir. Sənə deyəsən, qayibdən vergi verir, vəkil al. Yox, mən neydə yazmışım. Məzun eləmək üçün sən yazısın, ayrıca. Hı? Evet. Hə. Qızım, interval sərhədlər, ədədlər, kökləri yaz, gör nədir. Əksin fərz edib köklərini yazmaqda interval. Demə hələ gəlir. Videonu saxlamışam. Çox var. Yaxşı. Mənfi 9, görəlim. İntervalı çəkdim uşaqlar. Əksin fərz edib köklərini yazanda mənfi 5, 2, bir dənə 3. Hansını qaralamayacaq? 3'ü qaralamayacaq, çünki məxrəclər. Amma 2'ləri daxil edəcəm. Təbii ki, müsbət, mənfi, müsbət deyə bilməzsən də, çünki kvadrat var, sərhəddə işarə olur. Bu hər zaman müsbət ədəddə atdıq. İşarə söhbətində buna baxmayacam. 3-dən sağa məbdə ədəddir, 4. 4-ün üstünə 5 müsbət, 4-dən 3 müsbət. Müsbəti müsbət elədir. 3-dən 2-nin arasında 2,5. 2,5-in üstünə 5 müsbət, 2,5-dən 3 çıxanda mənfi. Müsbəti mənfiyə? Mənfi.
Heç mən hesablamamış deyirəm bu da mənfidir. Niyə? Bu kvadrat kimindir? 2-nin. 2-nin sərhəddə enişlər olacaq da. 3 də mənfi yan yana gəlməyəcək, müsbətli yazılır bura. Sənə hansı aralıq lazımdır? Sıradan hardan hara, hardan hara? Onu o zaman deyə bilərsiniz ki, bu daxil olmasın. Hətta bu daxil də qarışdı onların içərisində. Burada maşını saxlamaya ehtiyac yoxdur. Boş olsaydı saxlayacaqdın. Deyəcəkdi mənfi 5-dən 2-yə qədər saxladım, bir dənə də 2-dən 3-ə qədər. Bu 2-nin öz daxildir deyilir. Bu defanik deyir ki, nə? Qapalı intervalda mənfi 5-dən ta neçəyə qədər? 3 amma açıq intervalda. Bizdən nəyə soruşur? Deyir, bərabərsin tam həllərinin cəmi tam. Sonra mənfi 5-dən ta neçəyə qədər? Mənfi 2-dən 2-yə qədər bunlar nə oldu? Əksəriyyətdə 0-a bərabər oldu. Qaldı yerdə mənfi 5, mənfi 4, mənfi 3. Mənfi 12 eləyir uşaqlarda. Kim demişdi mənfi 12? Təsadüfən? Yox. 63. Baxaq 63-də görə gəlir. Nesdən yazdıq uşaqlar? 62-dir.